Hörmətli izləyicilər, A-Marketdən hər birinizə salamlayırıq. Bugün sizinlə gündəlik bazar analizini paylaşacağıq. Bildiyimiz kimi federal ehtiyatlar 10 dekabr tarixində faiz dərəcəsini 4%-dən 3,75%-ə endirmiş oldu ki, bu da dollarda olan satışları gücləndirmiş oldu. Lakin 12 dekabrdan etibarən dollar indeksində olan satış trendi, hansı ki bu 25 noyabr tarixində başlamışdı, 25 noyabr tarixində başlamışdı, artıq range ticarətinə daxil olub və 12 dekabr tarixində dollar indeksi həm birinci müqavimət səviyyəsinin, həm də birinci dəstək səviyyəsinin arasında ticarət olunub və bu gün içərisində əgər dollar indeksi bugünün birinci müqavimət səviyyəsi olan 98-105 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz dollar indeksində hələlik satışın davam etdiyini söyləyə bilərik. Yox, əgər bu gün içərisində də dollar indeksində range ticarəti davam edərsə, bu dollar indeksində olan enişin başa çatdığına dair bir işarə ola bilər. Hörmətli izləyicilər, xüsusilə bu həftə eyni zamanda Amerikada əmək bazarı ilə bağlı çox vacib xəbərlər olan non-farm payrolls, yəni qeyri-kənd təsərrüfatı sahəsində yaradılan yeni iş yerlərinin sayı açıqlanacaq. Hansı ki, bir öncəki dəfə 119 min yeni iş yeri yaradılmışdı. Əlavə olaraq ümumi işsizlik səviyyəsi açıqlanacaq ki, ümumi işsizlik səviyyəsinin də 4,4% olacağı proqnoz edilir. Əgər nəticələr proqnozlardan daha yaxşı açıqlanarsa, bu dollar indeksinə müsbət təsir edə bilər və dollar indeksində olan eniş trendi sonlana bilər. Texniki analiz nöqteyi nəzərdən qeyd etdiyimiz kimi, bugün içərisində dollar indeksi birinci müqavimət və birinci dəstək səviyyəsinin arasında ticarət edilərsə, bu dollar indeksində qeyd etdiyimiz kimi range ticarətinin olduğunu göstərən amillərdən birisidir. Hörmətli izləyicilər, avro-dollar valyuta cütlüyündə isə 12 dekabr tarixində range ticarəti müşahidə edildi. Belə ki, həmin günün birinci müqavimət və birinci dəstək səviyyəsinin arasında ticarət edilmiş oldu avro-dollar valyuta cütlüyü və bugün içərisində də birinci dəstək səviyyəsi 1,17233 və birinci müqavimət səviyyəsi 1,17535 səviyyəsi qırılmazsa, avro-dollar valyuta cütlüyündə range ticarətinin davam etdiyini söyləyə bilərik. Xüsusilə Avropa Birliyində də, Avrozonada da bu həftə ərzində inflyasiya göstəriciləri açıqlanacaq və inflyasiyanın 2,2% olacağı proqnoz edilir. Lakin bazar üçün ən vacib xəbər, yəni dollarla parite olan valyutalar üçün ən vacib xəbər Amerikadan açıqlanacaq əmək bazarı ilə bağlı göstəricilərdir ki, əgər əmək bazarı ilə bağlı müsbət nəticələr açıqlanarsa, bu dolların bahalaşmasına, avro-dollar valyuta cütlüyünün isə aşağı yönlü korreksiya etməsinə səbəb ola bilər. İngilis funtu və dollar valyuta cütlüyündə isə 12 dekabr tarixində həmin günün birinci dəstək səviyyəsi olan 1,33428 səviyyəsi təsdiq edildi, lakin qiymət həmin səviyyənin üzərində bağlanmış oldu. İngilis funtunda da range ticarəti müşahidə olunur və bugün içərisində birinci müqavimət səviyyəsi İngilis funtu və dollar valyuta cütlüyü üçün 1,34004 səviyyəsi, birinci dəstək səviyyəsi isə 1,33428 səviyyəsidir. Əgər valyuta cütlüyü bu səviyyələrinin birini qırıb həmin səviyyənin altına ticarət edilərsə, biz birinci dəstək səviyyəsini qırarsa satış yönümlü, müqavimət səviyyəsini qırıb onun üzərində ticarət edilərsə isə yenidən yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Bu həftə eyni zamanda İngiltərədən inflyasiya göstəricisi açıqlanacaq və inflyasiyanın 3,6% olacağı proqnoz edilir. Qızılda isə bir öncəki videomuzda qeyd etdiyimiz kimi 11 dekabrda qızılda alış siqnalı yaranmışdı, güclü alış siqnalı yaranmışdı. Belə ki, qızıl həmin günün birinci, hətta ikinci müqavimət səviyyəsini qırıb onun üzərində bağlamışdı və 12 dekabrda da qızılda yüksəliş davam etdi və bugün içərisində də qızılın qiyməti bugünün birinci dəstək səviyyəsi olan 4253 dollar səviyyəsini qırıb onun altında bağlanmazsa, biz hələlik qızılda yüksəlişin davam edəcəyini söyləyə bilərik. S&P 500 indeksində isə 12 dekabr tarixində həmin günün birinci dəstək səviyyəsi olan 6852 dollar səviyyəsi qırıldı və qiymət həmin səviyyənin altına bağlanmış oldu. Bu da bazara satıcıların daxil olduğunu göstərir və bugün içərisində S&P 500 indeksi birinci müqavimət səviyyəsi olan 6903 dollar səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz S&P 500 indeksinin aşağı yönlü enişin davam edəcəyini
söyləyə bilərik. Bitcoin-də isə 14 dekabr tarixində Bitcoin-in qiyməti hətta həmin günün 3-cü dəstək səviyyəsi olan 88.910 dollar səviyyəsini qırdı və qiymət həmin səviyyənin altında bağlanmış oldu həmin gün üçün və bu da bazara güclü satıcıların daxil olduğunu göstərir. Bugün içərisində Bitcoin-in qiyməti bugünün birinci müqavimət səviyyəsi olan 89.923 dollar səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz Bitcoin-də aşağı yönlü enişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, gün ərzində sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.